Masazırda şəhərə olduqca yaxın şəxsi tikili maya dəyərinə satılan belə bir həyət evimiz çıxıb satışa. Bura evin zal hissəsidir. Maya dəyərinə satılıq torpaq sahəsi 3 sotdur. Dövlət ipotekasına yararlı evdir dəyərli izləyicilər. Bu evin zal hissəsidir. Masazırda Cantəpədən məktəbin 50-60 metrliyindədir. Asfalt yolun üzərindədir. Evin daxilinə başlamışıq təqdimata. 2 metrlik foye, eyvan sahəsi, sanuzel üzbəyiz qapı və bura istipolla təchiz olunub. Bura mətbəx sahəsi ümlidir. İstipoldur, üzr istəyirəm. Sonda sizə evin çöl görünüşünü göstərəcəm. Kollektor sistemi burada yığılıb. 2 ədəd uşaqlar üçün yataq otağı, sağdakı ailə üçün nəzərdə tutulmuş yataq otağı. Evin 4 tərəfini keçid eləmək mümkündür. Bura növbəti yataq otağı. Arxa tərəfini sizə buradan göstərim. Ön tərəfdən artıq yanına, sağına, soluna keçidi görəcəksiniz. 60-60 təməl üzərində tikilib, mərtəbənin tamamında da beton kəmər atılıb. Şəxsi tikili evdir, dəyərli izləyicilər. 2 qardaş yanaşı tikmişdi özü üçün. Artıq birində yaşayış var, digəri satışa çıxıb. Burası sanuzel, burası ailə üçün nəzərdə tutulmuş əla ölçüyə sahib yataq otağı. Ev 10-10 ölçülərində tikilib. Yəni 100 kvadrat çöldən çölədir. Artıq zal hissəni də sizə göstərdim. Baxın, bu hissəni göstərim. Deməli, kombi aparatı burada quraşdırılacaq. Uzun müddət tikilmiş evdir. Uzun müddət əvvəl tikilmiş evdir. Və oturuşmuş evdir. Evin sağına keçidi görürsünüz, çöl görünüşü belədir. Torpaq sahəsi 3 sotdur. Baxın, giriş qapısı buradır. Burada 2 maşın dayana bilər. Burada isə əlavə olaraq 4-5 maşın dayana bilər. Uzun müddət əvvəl tikildiyinə görə bu fasadda deməli kraskada tökülmə var. Onlar da təbii ki, adi haldır. Qazı su işığı fasiləsiz mərkəz kanalizasiya var. Masazırda Cantəpədə yerləşir. Şəhərə olduqca yaxın bir məsafədə. Məktəbi, bağçası, yaşayış obyektlərin marşrutu hər biri piyada məsafədədir. Asfalt yolun üzərində ən hündür ərazidir Cantəpənin bu ərazi. Evin qiyməti 75.000 manatdan təklif olunur. Torpağın qiymətini 3 sot torpağın üzərində şəxsi tikili 100 kvadrat metrlik bir 4 otaqlı ev. Real alıcılar endirim olunacaq. Əlaqə saxlamağı unutmayın. Sağ olun, hələlik.